yüksek seviyelere keçəcək. Dostlar, müğənnilərimiz çoxdur, ifaçılarımız çoxdur. Mikrofon buradadır. İndi mənə bir bizimle beraber olan peşəkar musiqiçilərimizə təşəkkür bildirim. Vallahi billahi həmin bir musiqi səslənsin, daha sonraki gecəmizin olmalı. Yürek sözlerimizi değişiyor. Beyaz'da adlı çektiğimiz bir melodiyle devam etmek istedim. Teşekkür ederim. Şebnem Hanım yardımcı çekmiş. Şebnem Hanım 50 yaşını, 60 yaşını, 100 yaşını günlerde onu təsvir ediləcək. Şebnem Hanım mənim tərəfim, onu da təqdim edirəm. Onun repertuarı zəli, gözəl səsiyle inşallah bütün dəstgahı oxuyacaqdır. Əvvəllərlə təsdiq eləmişəm, inşallah gələcək. Və musiqinin janrları müxtəlifdir. Hərəsinin özünə görə bir ağırlığı var. Xoşbəxtçilik, ən arzum odur ki, xoşbəxt olsun, uşağının yanında olsun. İnşallah oğlumun toyunu görək. Çox istəyirəm özünü də. Buradan öpürəm. Yəni bir əvvəl başladınız. Əvvəl seçim qınamırdı. Gənclər daha çox sizin ifalarınızı bəyənirdilər. Təbii estetiksiz idiniz deyə bilmirəm niyə. Amma son zamanlar qınayırlar sizi. Niyə dodaq dolğusu elətdirdi, niyə estetik elətdirdi və s. və ilə. Bu mənim öz seçimim oldu, özüm istədim. Yenə də hər insan özünü belə qəbul, mən özümü belə qəbul edirəm. Mən gənclərə də məsləhətim odur ki, əgər siz özünüzü belə qəbul edirsiniz, siz istəyirsə edin. Bədən mənimdir, ailəm də mənə dəstəkləyir, mənim yanımdadır. Belə. Yəni düşünmürsünüz ki, bu sizin izləyicilərinizin, sevənlərinizin azalmasına və yaxud da izləyicilərinizin itirilməsinə səbəb ola bilər? Məni sevənlər heç vaxt mənim görünüşümə görə məndən olmasın. Əgər məni görünüşümə görə sevirlərsə, mənlə bir yerdə olmasınlar. Məni sevməsinlər. Yeni duetiniz də oldu Rəqsanə xanımla. Yaxşı geri dönüşlər oldu. Sosial mediada viral olan bir duetə çevrildi. Bu davam eləyəcəkmi? Yoxsa özünüz sırf özünüzə aid olan layihələrin üzərində çalışmaq istəyirsiniz? Sırf duet olaraq mamamla o dueti biz bir il öncə işləmişik. O duet indi populyar oldu. Əvvəl hələ belə tanınmamışdı. İndi mənim duet ortağım var, Vüsal bəy özü də buradadır. Onunla bir
də davam eləyirik hələ ki. Hamamla duetimiz hələ yoxdur. Bildiyim qədərlə başqa müğənnilərlə siz çalışmamısınız. Vüsaldır, Kazımov səhv eləmirəmsə. Bir də Rəqsanə xanım. Bəli, düzdür. Başqa bir də Nadir Rüstəmli ilə işləmişəm. Sizin janrınıza uyğun məncə müğənnilər çoxdur. Həm xanım, həm bəy ifaçılar. Məncə yoxlamaq olar. Sizə dəvət gəlmir, təklif gəlmir, yoxsa ümumiyyətlə özünüz qəbul etmirsiniz bunu? Dəvət, təklif demək üçün təklif çoxdur. Bizdə təklif çoxdur. İndi birincisi mən istədim Vüsalla davam eləyəm. Mən tərzimi dəyişmişəm gördüyünüz kimi. Bilmirəm, sosial şəbəkələrdə çox yayılırlar. Vüsalla indi başqa tərzdə özümü dənədim, bəyəndim. İnanıram ki, belə də olar. Çox sağ olun. Yenə deyirəm, düşünmürsünüz ki, bu dəyişikliklər sizi çəkir? Çünki sizi özünüzə görə sevənlər də var, janrınıza görə də sevənlər var. Yəni gənclərin bir çoxu sizin janrınıza görə sizi sevirlər. Deyək ki, janrınızı dəyişdiniz, yenə də izləyici itirəcəksiniz, sevən itirəcəksiniz. Mən daha da çox izləyici qazandım. Bu janra keçəndən sonra daha da çox baxış və izləyici qazandım. Məncə izləyicilərim həmişə məni dəstəkləyəcək. Mən öz tərzimdən imtina etməmişəm, öz tərzimlə də hələ davam eləyirəm. İndi də özümü sınayıram başqa tərzdə. Don't know if I can find my way out. I'm stuck in a prison of doubt. In this torsion, and everything is growing up. There's no room to breathe. And nobody is watching at night. The water rising. Need a friend to shake me out again. Need a friend to shake me out again. I don't know if I can find my way out. In this and everything is growing up. There's no room to breathe. Fall into the ocean. I'm reaching out, I'm reaching in. The water is rising over me. The water is rising. It's coming. I'm reaching out, I'm reaching in. The water is rising over me. The water is rising. I'm reaching. It's coming. I'm reaching. Water is rising over me. I'm reaching out, I'm reaching. Water is rising. It's coming in. Water is rising over me.
Şirinzadənin adından belə bir hədiyyə hazırladıq. Bəli, bunu belə edirik. Bəli. Gördüm hediye verirsiniz. Ben de hediye getirmiştim. Siz de verirsiniz. Nece veririm? Şəbnəm xanımı təbrik edirik. Şəbnəm xanımın çox gözəl ifaları var. Bizim Şəbnəm xanımın səsinə, sənətinə çox ehtiyacımız var. Bir daha təbrik edirəm. Allah ömrünüzə bərəkət versin. Çox sağ olun. Teşekkür ederim. Tural Bey, Ayrıbe Füsun, Ayrıbe Magazin Plus. Buyurun. Şəbnəm xanım təkcə Azərbaycanın Tovuz bölgəsində yox, bütün bölgələrində sevilən bir xanımdır. Sizə böyük hörmətimiz və hörmətimiz var. Sizi sevilirsiniz həqiqətən də. Allah Taala sizə vermiş ömrü bu gündən sonra sağlam can sağlığı yaşamağı nəsib etsin. Sizi sevirik. Nə yaxşı ki, varsınız. Çox sağ olun. Teşekkür ederim.